Hər vaxtınız xeyir əziz izləyicilər, Məktəblinin arzusu efirdədir. Bu dəfə internat məktəbinə gəlmişik. Burada oxuyan əkiz qardaşlarım peşə arzularını reallaşdırmağa çalışacağıq. Bugünün qəhrəmanları Həsən və Hüseyndir. Xoş gördük. Xoş gördük. Mən Səlma Hüseyn, 2 nömrəli internat oxuyuram. Ümumi təhsil məktəbində oxuyuram. 8-ci sinif şagirdiyəm. Mən Səlma Vəsən, 8A sinifiyəm. Boş vaxtlarınızda nə edirsiniz? Fəaliyyətlə məşğul olmağı sevirsiniz? Rəsm çəkmək, idman eləmək və yaxud da kitab oxumaq, şeirlər, qəzəl. Mən daha çox gördüyüm əl bacarıqlarımla əlaqədardır, əl işi görürəm. Korpusda da sərgimiz var. Bir-birinizə dəstək olursunuz qardaş olaraq. Bəli, hər zaman. Yəni elə vaxt olur ki, ruhdan düşürəm, oxumuram və kömək eləyir mənə ki, yəni çətin olacaq, o çətinliklərin öhdəsindən gəlməyi bacarmalısan. Çətin bir yerə qədərdir, gerisi asan. Biriniz klassik geyinmisiniz, biriniz sport tərzdə. Yəni görürəm ki, fərqlilik var sizdə. Yəni ortaq cəhətləriniz var, yoxsa xarakter olaraq tamam başqa adamlar? Mövzuya görə dəyişə də bilir. Məsələn, geyimlər dediyiniz kimi geyimlərdə başqa tərzlərə, xüsusi şeyə malikik. Çox vaxt fikirlərimiz yəni elə də uyğun gəlmir. Və sizi motivasiya edən nədir? Nədən daha çox ilham alırsınız? Mənim ən çox ilham aldığım müəllimlərim, Elnar müəllim, İnşallah müəllim, qardaşım ən çox başda olmaqla. Və yaxud da olmaq istədiyim işin ən yaxşısı olmaq istəyirəm. Məni motivasiya edən məktəbdən məzun olub, başqa işlərdə gözəl işlər sərgiləyən uşaqlardır. Bu məktəbin neçə nailiyyətləri olur. Bəs özünüzü gələcəkdə hansı peşənin sahibi kimi görürsünüz? Məqsədim boksyor olmaqdır, amma alınmasa maşın texnikində olmaq istəyirəm. Çünki həm o işdən biraz bacarığım var, həm də onda yəni yaxşı olarım məncə. Qabağa gedə bilərəm mən. Mən aşpaz olmaq istəyirəm, mən restoran açım və orada böyük nailiyyətlər əldə edim. Bəs bu arzunu gerçəkləşdirmək sizin üçün nə deməkdir? Mənim üçün peşə arzunu gerçəkləşdirmək, dünyanı mənə vermək kimi bir şeydir. Mənim üçün o deməkdir ki, yəni uşaqlıqdan çəkdiyim məziyyətlər, çabalar, mənə öyrədilən heç bir şey boşuna getmədi. Bu qədər istədiyim, yəni çabaladığım heç bir şey hədər olmadı. Sən aşpaz olmaq istəyirsən, düzdür? Həvəsin var buna. Özün də bişirmək istəyirsən, düzdür? Çoban qovurması bişirəcəyik bu gün səninlə. Özünlə birlikdə bişirəcəyik və dadına da baxacaqsan. Bizə lazım olan tərəvəzlər və ət məhsulu buradadır. Yəni ətin düzgün doğranışını sənə göstərəcəm. Tanıdığın tərəvəzlər var burada? Bəli, soğandır, bibərdir, kartofdur, pomidordur. Bayaqdan Keşnişdir. Bir də sarımsaq. Sarımsaq. Bizə yağ lazım olacaq. Ki, əsas məsələ ət. Sən əlcəyi soğanını giyin. Həsən, bir daha xoş gəlmişsən bizim müəssisəyə. Deməli, Həsən, gördüyün emalatxana avtomobil emalatxanasıdır. Biz burada tələbələrimizə avtomobilin bütün konstruktiv iş prinsipini, hissələrini, şas sistemi, mühərrik sistemi, elektrik, elektronikasını, diaqnostikasını öyrədirik. Nə üçün avtomobil ixtisasına marağı nədir bu sahədə? Bu sahədə ən çox yəni təkərləri açıb bağlamaqdır, o xoşuma gəlir. Sən də istəyərsən gələcəkdə bizim hansı ki tələbələrimizlə bərabər burada işləyəsən, avtomobilin bütün konstruksiyasını öyrənəsən və bu sahədə gələcəkdə yaxşı bir mütəxəssis olasan. Təbii ki, istəyirəm kimi istəyirəm. Burada bizim bir tələbələrimiz var. Hal-hazırda bu avtomobil üzərində işlər görürlər. Gəl səni bir yaxından tanış edək.
Sən doğraya bilirsən tərəvəzlərdən? Nə gözəl. Mən birinci ət məhsulumuzdan doğrayım. Bunu hissələrə bölüm. Lazım olan hissəmizi götürəcəm. Əti öz axını ilə elə etməliyik ki, doğradığım ki var ət hissəsi. Bu vəzidir. Vəzi bütün bədənin xəstəliklərinin bu əraziyə yığışdığı bir nöqtədir. Ona görə bu yeyilmir, istifadə olunmur. Bax, görsən burada təkərin bağlandığı hissələrdir. Hansı ki, burada sonra əyləc bəndləri var, əyləc üzülüşləri var. İndi bizim tələbəmiz bu əyləc üzülüşlərini dəyişdirir, yenisindən əvəzləyəcək. Məsəl üçün, qış ayıdır, yollar sürüşkən olur, düzdürmü? Və sürüşkən olduğu üçün biz tez bir ilk baxacağımız avtomobilin mühərrik yağıdır, soyutma sistemidir və əyləc sistemidir ki, avtomobildə sürüşmə ehtimalları minimum səviyyədə olsun. Və görürsən, bağlantı hara bağlanır? Birbaşa təkərin hansı ki o sabitliyini, stabilliyini saxlamaq üçün buna sabitləşdirici link deyirik biz. Burada bunun kipləşdirici rezinləri olur ki, orada oynamalar minimum səviyyədə olsun. Onlar sıradan çıxanda avtomobildə səslər yaranır. Bu da özünü soyuq aylarda, hava yağmurlu olanda daha tez özünü göstərir. Çünki soyuqda nə olur? Rezin quruyur. Quruduğuna görə o səs sıradan çıxıbsa səs verir. İndi hal-hazırda tələbəmiz onları yeniləyir, təmir işlərini həyata keçirdir. Maraqlıdırmı? Sən də iş görmək istəyərsən? Gəl, o zaman Rəşad, boltun birini ver, necə bağlanmalıdır, göstər və Həsən onu etsin. Həsən, birinci əllə neyinirsən, bunu tutuşturmaq lazımdır, tutuzdurursan və bu boltu yerinə bağlayırsan. Saat əqrəbinin istiqamətində bağlayırsan, əks istiqamətində açılır. İndi sən bir dənə bağlamağı yoxla görək hələ. Görürsən, bolt geri qayıdır, düzdürmü Həsən? Açarı saxlayırsan bir əlində. Bunu əlindən bir bağla, tam kiflənşənə kimi bağlansın. Bizə lazım olan hər şey burada doğranış, bir soğandan başqa kvadrat şəkildə olacaq. Kvadrat? Bəli, ətimiz də kvadrat halqavari olacaq. Ona görə onu düzgün şəkildə doğramalıyıq ki, bişdikdən sonra yumşaq qalsın. Yəni, bərk qalmasın. Bir də yeyilərkən dişlərin arasına ilişməsin. Bu önəmli bir mövzudur. Buna aşpazlara, gənc aşpazlara biz öyrədirik. Bax, belə tutursan, tələsməli. Bıçağım da itidir. Bıçaqların iti olsun. Bu formada. Sən salaxlayırsan. Bax, artıq əti burada hiss edirsən iki barmağın arasında və bıçağı deyirsən. Çəkirsən, qəşəng. Həsən, deməli biz arxada əyləc üzülüşlərinə baxdıq, əyləc sistemindən tam əmin olduq, hər şey qaydasında, nasazlıqlar aradan qalxdı. Daha sonra nə edirik? Avtomobil mühərrikinin ən vacib elementlərindən biri, mühərrikin yağına, bir də soyutma sisteminə baxırıq. Dayaq verirsən ona, əhsən. İzlədin, fulldur, təmizləyirsən və yenidən yerinə taxırsan. Gələcəkdə inşallah sən də tələbə olsan, öyrənsən, professional bir formada bu şeylərin hamısını öyrənə bilərsən. Çox sağ olun, müəllim. Mən bugün yağlanmanı öyrəndim, əyləcdən qanından çıxmadığını öyrəndim. Artıq bu peşə üzrə biraz da bildiyim şeyləri artırdım. Uğurlar sənə, təşəkkür edirəm.
Hüseyn, iş prosesimiz necə getdi? Xoşuma gəldi, maraqlı oldu sənin üçün. Üstünün göyərtisini vuracaqsan, bu cür formada götürərək üstünə az miqdarda səpəcəksən. Dadına bax, pişirdiyin yeməyi. Xoşuma gəldi, pişirdiyimiz dadlı idi. Bugün Hüseyn və Həsən öz peşə arzularını bir günlük də olsa reallaşdırdılar. Özünüzü necə hiss edirsiniz? Gününüz necə keçdi? Mənim üçün çox maraqlı keçdi, həyəcanlı idi. Şeflə tanış olmaq çox maraqlı idi. Şef gözəl, yaxşı yemək pişirir, pişirdiyimiz yemək xoşuma gəldi. Sən də bişirdin demək olar. Xoşuna gəldi yemək? Çox dadlı çıxmışdı. Bəs sən Həsən? Mənim üçün çox maraqlı keçdi. Yəni gələcəkdə olacağım bir ixtisas üzrə daha çox məlumat əldə elədim. Motorun yağlanması, əyləclərin sıradan çıxması. Bunun kimi də çox məlumat əldə elədim. Yəni gələcəyimə dair daha bir yol oldu mənim üçün. Yəni bu sənəti seçməkdə daha çox Həvəsləndiniz. Yəni hər ikiniz də həvəsləndiniz. Sizə uğurlar arzu edirik öz karyera yolunuzda. Belə əziz izləyicilər, bu günlük bizə ayrılan vaxt burada sona yetir. Gələcək buraxılışlarımızda görüşərik. Hələlik.